Möhtərəm qardaşlar, insanı bu dünyada ən gözəl rahatlaşdıran nədir? İbadət, itaət, yəni Allaha yaxınlıq və əks halda isə günahlar insana sıxıntı verir, əzab verir, insanın qəlbini sıxır. Və Rəbbimiz Quran-ı Kərimdə nə buyurur? Ələ bi zikrillahi tatmainnul qulub. Məgər qəlbləri Allaha zikr etmək rahatlaşdırmır. Yəni bu gözəl faydada İbn Qayyim rahimehullah çox şeyləri cəm edir. İnsanın həyatında ki, insanın halı necə də təəccüblüdür. Rəbbini tanıdığını iddia edir, ancaq əməl etmir, ona yaxınlaşmır və səy göstərmir. Və həmçinin də insan günahlardan əl çəkmir, sıxıntı içində olduğunu bildiyi halda. İnsan nəyə görə dünyada sıxılır? Nəyə görə əzab çəkir? Nəyə görə sıxıntılar çəkir? Ona görə ki, o Rəbbindən üz döndərir. Necə ki, Rəbbimiz Quran-ı Kərimdə buyurur ki: وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. Kim bizim yolumuzdan, bizdən, zikrimizdən üz döndərərsə, فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ, biz ona sıxıcı bir həyat verərik. Rəbbimiz buyurur Quran-ı Kərimdə. وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى, biz onu qiyamət günü kör olaraq həşr edərik. O insan nə deyər möhtərəm qardaşlar? Alə Rabbi limə həşərtəni ə'mə. Ey Rəbbim, məni nə üçün kör həşr etdin? O qad kuntu basira. Mən deyir, dünyada görürdüm. Görün Rəbbimiz ona uyğun gözəl bir cavab verir. Deyir, qalə kəzəlikə ətətkə əyətünə fənəsitəhə və kəzəlikəl yevmə tunsə. Deyir, bizim ayətlərimiz sənə gəldi, sən onları unuttun, bugün də sən unutulursan. Artıq Allahın yolundan uzaq olmaq insana sıxıntı verir. Və sonuncu olaraq, Allaha ibadət edənlərin halını da Rəbbimiz bu ayət kərimədə, başqa bir ayət kərimədə belə çatdırır bizlərə. Buyurur ki: "Mən amilə salihan min zəkerin əv unsə və huve mu'minun fələnuhiyyənəhu həyatan tayyibə və lənəcziyennəhum əcrahum bi əhsəni mə kanu ya'malun." Kim salih əməl işləyərsə, gözəl əməl işləyərsə, xeyir əməllər işləyərsə, kişi olsun, qadın olsun, fələnuhiyyənəhu həyatan tayyibə, biz ona gözəl həyat verərik, güzaran verərik. Bəzi təfsir alimləri gətirir ki, qəlbinə huzur verərik, rahatlıq verərik, xoşbəxtçilik verərik. Nəyin sayəsində möhtərəm qardaşlar? Xeyir əməllərin sayəsində. Və xeyir əməllər hər zaman insana səadət gətirir, xoşbəxtçilik gətirir və əks halda isə Allahın qəzəbinə səbəb olur, Allahdan uzaq olmaq.